bu şəkildəki samagon arağı hazırlanan mey qazanıdır. Bu neft ayırma zavodudur. İkisi eyni prinsiplə işləyirlər, sadəcə bunun biraz böyük formasıdır. Qarışıq tərkibli mayelər qızdırıldıqca fərqli temperaturlarda mərhələli formada tərkiblər ayrılır. Bu Avropaya keçib ərəb alimlər tərəfindən, yəni Avropada orta əsrlərdə elm adamları öldürüləndə müsəlman alimlər kimya ilə məşğul idilər. Avropa tənqidimizi də elədiyimizə görə mövzuya qayıda bilərik. Distilli aparatları Avropaya keçib orada fərqli sənayelərdə istifadə olunmağa başlayır. Tibb və kimya sənayesində inqilabi dəyişikliklər olur. Bundan sonra spirtli içkiləri, xüsusilə viskinin inkişafına səbəb olur ki, hal-hazırda dünyada 100 milyard dollara yaxın bir viski sənayesi var. Bundan əlavə nə olur? Bayaq dediyimiz neft ayırma zavodları eyni prinsipdir, sadəcə biraz böyükdür. O vaxta qədər Avropada aydınlanmalarda həm küçə, həm də lampalarda balina yağı istifadə olunurdu. Buna görə də dünyada balinalar kütləvi ovlanırdı. Distilli aparatı ilə kerosini alınmağa başlayandan sonra lampalarda kerosin istifadə olunur və balina ovu çox böyük ölçüdə azalır. Hələ də tam azalmayıb. Yenə Avropalılar bir çox şeyin nəslini kəsdikləri kimi balinaları da o həddə çatdırıblar. Mey qazanı Şəkidə əksər evlərdə var. Amma spirtli məhsullar hazırlamırlar bundan. Qızıl gülü distilli eləyirlər, gülab alınır. Təkcə qızıl güldən də yox, nanədir, oyma dərəndir, kəkliyotudur, bəzən zəfəranın yarpaqlarını da distilli eləyirlər. O bitkinin özünün ətri gələn, müalicəvi təsiri olan ya da bir dəfə video çəkmişdik ki, tel halva ilə gülab yeyilir. Yəni mətbəxdə istifadə olunan məhsullar alınır. Keçmiş həyətlərin əksəriyyətində həyətdə zəfəran əkirlər ya da qızıl gül olur. Öz ailəsinə yetdik, hər kəs gülabını hazırlayır, amma belə kütləvi istehsal eləyib satış eləyənlər də var. Şəki bazarının bir bölməsi var. Orada ağartı məhsulları tutma, bir də gülab. O dediyimiz bitkilərin çoxunun, hələ mənim indi saymadığım bitkilər də var ola bilsin, hamısının gülabını ayrı-ayrı satırlar. Yenə qaydırıq distilləyə. Zaqatalada təxminən 150 hektarlıq qızıl gül sahəsi var, 30 hektarlıq lavanda var. Sahələrin yanında da istehsal zavodu var. Bu distillə prosesini də orada görmək olur. O bitkilərin yağlarını əldə eləyirlər. May-iyun aylarında belə qızıl gül olur, ondan sonra da bir ay lavanda olur. Sezonda gedib orada baxa bilirsiniz. Bir dəfə o proses olan vaxtı getmişdim mən. Gəlib çatdıq zavodun yanında, maşından düşəndə bütün havada qızıl gül iyi var idi. Sağlıq olsun. İnşallah gələn sezonda gəlib onu da çəkərik. Zaqataladakini, gülabın fərqli formalarını almaq istəyənlər də bazardan ala bilirsiniz.